İmam Hüseynimizi unutmuşuq. Yox. Susuz bədən Hüseyn var. Var. Qolsuz bədənimiz gəlib, qazilərimiz qolu yox, qılçası yox. Elə onlar canlı şəhiddirlər də. Şəhidlərimizin şahidləridir. Allah qazilərimizə də can sağlığı versin. Başsız bədənimiz gələn evlatlarımız var. Mən 40'ını tanıyıram. Amma anaları bilmir. Mən 40'ını tanıyıram. Onlara, yəni onlar Hüseyin vaydılar da. İmam Hüseyinləri unutmadığımız kimi Azərbaycan da bu 3000 şəhidini unutmayacaq. O günü həmişə əşərlər ağlamışam. Bağlamayacam, İmam Hüseyin'e hesab ağlayacam. Hədə olsun. Bəlkə biz ona sıxartı bağışlarıq. Atasını həmişə qazanırıq. Dedi fəxr elə, Allah təala ola bilsin ki, məni İmam Hüseynin yanına apardı. Axırıncı sözü bu olub, mənimlə danışıb. Dedi Süleyman da səndən nə gizlədim, oğlun şəhid olub. Hər döyüşə də girəndə deymiş, gedirəm İmam Hüseynin yanına. Verdim oğlum İmam Hüseyinə də, bağışladım onlara. Kurban güzelliği, burada yatırdı. Olmamalı. İmam Hüseyin'den artık dövüştü, gezücü de bir gün tez bir gün. Bir de ki İmam Zaman ağamı çıkardı. Bizce gələk. Bəzi mundar insanlar silək deyə bu dünya. İmam Hüseyin tərəfdarıydı. İmam Hüseyinin aşıqıydı. Həm Kərbəla ziyarətində, həm Məşəd ziyarətində olub. 3 gün 3 gecə İmam Hüseyinin ziyarətinə gedib, ərbəyin vaxtı. Ya Hüseyin, ya Hüseyin deyə də iləri gedirdilər. Biz Hüseynin adından qorxmamalıyıq. Hüseynin adından qorxaq olur. Hüseynin adıyla iləri gedən şəhid olur. Vətən torpağına bir ildir vermişim. Mən bir ildə onun qəbrinə gitməmişim. Əlimi qoydum onun sinəsinə. Dedim, mən birinci şəhidi ziyarət eləməmiş sənə gəlməyəcəm. Mən İmam Hüseyini ziyarət eləməmiş, elçinin qəbrinə gitməyəcəm. Mənim oğlum İmam Hüseyinə qurban. İmam Hüseyin Qur'anı yer üzünə gətirdi. Mənim oğlum vətənin qırmızı bayrağını gətirdi. Dünyaya gələndə ağam əvvəlcə nekər etmişdim. Gələn günü. Mən bilmədim belə testlərə söz yağasını görüşünə. Yüzünə olsun oğul. Hakkım halalın olsun. Ağam İmam Hüseyin'e bəlkəzə salamımızı dinlədik. Biz bura gələndən biz İmam Hüseyin eşqi ilə Allah təkbir deyərək həmd olsun Allah'a ki bu zəfərə nail oldu. Mübariz Allah'ın izni ilə çalıbdır zəfəri ki Əli məktəbinin olmuş əzəldən təməli. Əli eşqi ilə gedib məhv elədi 100 nəfəri. Göstərdi düşmənə əlbət hələ biz ölməmişik. Deyirik ruhuna rəhmət hələ biz ölməmişik. Biz şəhid olsaq İmam Hüseynin süfrəsinə qonaq gedirik. Yaralı olsaq qazi oluruq. Çünki biz İmam Hüseynin məktəbindən böyümüşük. Gəncədə İmam Hüseyin şəhəridir, Bakıda İmam Hüseyin şəhəridir. Kərbəla adı gələndə hamının gözü dolur. Kərbəla ilə məşhur olmaq üçün gəlib hamı bura. Ləbbeyk ya Hüseyin. Həqiqətən bir də İmam Hüseyinə ləbbeyk deyəyin. Ləbbeyk ya Hüseyin. Bizi bu məktəbə öyrədən İmam Hüseyin olubdur. Həmd olsun ki Hüseyinçiyik. Allaha həmd olsun. Allah şəhidlərimizə də rəhmət eləsin. Amin. Allah şəfa olsun.